Xoş gördük əziz izləyicilər. Hər vaxtınız xeyirli olsun bir daha. Xəbəri sizlər üçün oxuyacağım. Xəbər oxumamışdan öncə xahiş edirəm maksimum videomuzu bəyənək və paylaşım etməyi unutmayaq. Avropa Parlamenti Sepahı terror təşkilatı elan etdi. Bəli, doğru eşitdiniz. Yanvarın 22-sində Avropa Parlamenti 562 leyhinə, 9 əleyhinə və 57 bitərəf səslə İranda minlərlə etirazçının qətliamını pisləyib və İslam İnqilabı Keşikçiləri Korpusunun Avropa Birliyinin terrorçu siyahısına daxil edilməsini təsdiq edib. Xəbər verilir ki, bu barədə APA-nın yaydığı bəyanatda bildirilib. İranda minlərlə etirazçının qətliamı rejim müxalifətçilərə qarşı repressiyaları və sistematik soyqırımının dəhşətli bir epizodudur. Avropa Parlamentinin bəyanatında deyilib. APA üzvləri hazırda həbsdə olan bütün etirazçıların, insan haqları müdafiəçilərinin və jurnalistlərin dərhal və qeyd-şərtsiz azad edilməsini çağırıblar. Parlament Avropa Birliyi Şurasının İslam İnqilabı Keşikçiləri Korpusu, o cümlədən ona bağlı Bəsic və Qüdüs qüvvələrinin dərhal terror təşkilatı kimi tanımağa çağırıb. Diqqətinizə görə təşəkkür edirəm.